Səhifələri ümumi idarə etməyi keçən dərsdə öyrəndik. Bu dəfə bir məqamı da diqqət çəkək. Biz müştəri tərəfdən sanki bizə bir səhifə dəyişimi ilə bağlı arzu istəyin gəldiyini dedik və onunla bağlı da əməliyyatlar apardıq. Amma bu təkcə səhifə sayına deyil də, səhifənin formatına, ölçüsünə də aid oluna bilər. Yəni tutaq ki, müştəri son anda fikrini dəyişdi və qərara gəldik ki, bizim dizayn materialımız kvadrat deyil, daha ənənəvi məsələn A5 formatlı dizayn materialı olacaq. Ümumiyyətlə səhifə ilə bağlı parametrləri biz dəyişmək üçün yenə qayıdırıq menyudan fayla, oradan giririk document setup ya da ki hotkey nədir? Ctrl Alt P. Page'in P'sindən yadda saxlaya bilərik. Ctrl Alt P və səhifə setup'ı açıldı. Biz burada nəyi dəyişə bilərik? Məsəl üçün ölçünü. Əgər bizə bir A standartlı, tutaq ki A5 ölçülü bir sənəd lazımdırsa, eni 148, hündürlüyü 210 mm olan bir səhifə lazımdırsa, bu dəyişikliyi eləyərik və gördüyünüz kimi də səhifədə olunan dəyişiklik bütün səhifələrə tətbiq olundu. Yox, əgər belə bir dəyişikliyə ehtiyac yoxdursa, o zaman əvvəlki variantda qayıda bilərik. Səhifələrlə bağlı əsasən bizə lazım olan bəzi funksiyalar, bəzi deməzdim, əsas funksiyalara keçən dəfə toxunduq və parent pages mövzusunu saxladıq bu dəfəyə. Yəqin ki, hər biriniz çoxsəhifəli dizayn materialında bəzən təkrarlanan kontent görmüsünüz. Məsələn, ən azından bir kitab vərəqləyəndə, hər kitabda, çoxsəhifəli kitabda bir təkrarlanan kontent var. Heç olmasa bir dənə, o da nə olur? Səhifənin nömrəsi. Düşünək ki, bizim bu səhifəmizdə, yəni bu kitab deyək, kataloqda amma fərq etməz. Səhifənin aşağılarında, aşağısında, yuxarısında, yəni qabaqcadan təyin etdiyimiz bir yerdə səhifə nömrəsi olacaq. Əlavə olaraq işi biraz daha maraqlı eləmək üçün həmin səhifənin, daha doğrusu həmin səhifə nömrəsinin kənarlarında da bir dekorativ element, yəni adi bir düz xətt iştirak edəcək. Yəni belə bir düşüncəmiz varsa, biz bunu hər dəfə eyni səhifədə təkrarlaya bilmərik bir-bir. Biraz absurd olardı. Yəni 1000 səhifəlik bir kitabda hər səhifədə otur, əlinə rəqəm yaz. Belə olmaz. Bunun üçün də bizə bir sanki şablon rolunu oynayan, bütün səhifələrin ümumi görünüşünü özlərində daşıyan parent page, valideyn səhifə məntiqi ilə belə bir funksiya bizə təklif olunur. Ayrıca bölmədir, yəni xüsusən diqqətli olmaq lazımdır. Yeni başlayanların InDesign'ı hələ ki öyrəşməyənlərin tez-tez buraxdığı bir xəta. Gəlin bu düz uzaqları ümumiyyətlə buradan götürək. Vizual olaraq ilk baxışdan bu səhifə ilə təbii ki yaxından baxırsınızsa, zoom tooluna biraz yaxınlaşdıraq. Bu səhifə ilə bu səhifənin görüntüsündə bir fərq yoxdur. Ona görə də yeni başlayan götürüb belə öz dizaynını burada yığmağa başlayır. Yəni bu səhifənin üzərində işə davam edir. Amma fikrimiz həmişə olmalı bax burada, sağ tərəfdə. Əmin olmalıyıq ki, biz hal-hazırda parent page-də ya da dizayn prosesində davam ediriksə, o zaman tıklayıb aşağıdakı konkret bizə lazım olan səhifələrdə yəni işləmək lazımdır. Buna əmin olmaq lazımdır. Bir məqamda qeyd edeyim, hansı səhifəyə getmək istəyirsə, onun üzərində sadəcə 2 dəfə tıklamaq yetərlidir ki, InDesign bizi müvafiq səhifəyə atsın. Səhifə sayı çox olduğu halda, yəni 3 saat scroll eləyib bu siyahıdan 100-cü səhifəni tapmaq çətin olar. Aşağı sol tərəfdə də bizə hal-hazırda əlimizin altında olan səhifə sayları siyah şəkildə təklif olunacaq və biz orada ya siyahıdan ya da bura yazmaqla istənilən səhifəyə gedə bilərik. Gələk indi parent page-ə. Qayıtdıq bura. Bizə lazımdır ki, hər səhifədə səhifənin yuxarısında düz xətt olsun. Hətta ortada nömrə olacaq, solda bir xətt, sağda bir düz xətt olsun. Götürürük adi bir line toolu, shiftlə bir yerdə bir düz xətt çəkirik ki, bu mövzularda Illustrator və Photoshopdan InDesign'ın əsasən bir fərqi yoxdur. Kənar məsafələr mövzusu bizdə ayrı mövzu olduğuna görə hələ ki buna toxunmuruq. Hal-hazırda biz dizayn baxımından, səhifə konstruksiyası baxımından düzgün dizayn çəkmirik. Biz sadəcə işin texniki tərəfinə fokuslanırıq. Bir düz xətt çəkmişəm, Shift optionu basıb saxlayıb bu xətti daşıyıram mərcinin kənarına. Yəni ortada belə bir boşluq saxlayıram, hansı ki orada sonradan səhifə nömrələrini yerləşdirəcəm. Hər ikisini götürək, sağ düyməni basıb qrup eləyək, qruplaşdıraq bu iki xətti. Yəni bu baxımdan yenə də Illustrator və Photoshopdan heç bir fərqimiz yoxdur. Ctrl+C qruplaşdı və indi artıq bir dəfə tıklamaqla hər iki xətti seçmiş oluram. Hərəkət elətdirim, hərəkət elətdiyim əsnada, xətti hərəkət elətdiyim əsnada Shift optionu da basıb saxlayıram ki, bir düz xətt üzrə və paralel köçsün və həm də onun kopyası çıxsın. Biz vaxtaşırı Command Option kimi terminləri istifadə edirik. Sadəcə bir daha qeyd eləyək. Windowsda əgər klaviaturada bu hotkeylər Ctrl və Alt-dırsa, Mac əməliyyat sistemində isə
option və komanddır, yəni bu sizi çaşdırmasın. İndi gələk səhifə nömrəsinə. İşin əslində maraqlı tərəfi budur. Amma hələ ora keçməmişdən qabaq baxaq görək ümumiyyətlə bu parent page bizim səhifəyə necə təsir eləyib. Gedək daxili səhifələrin istənilən birinə. Yəqin ki, artıq fikir verdisə, hər səhifədə bizdə burada xəttlər görünür. Düzdür, yeganə olaraq bu kənardakı mərcinlər, bu gridlər, bu bələdçi xəttlər bizə mane olur. Bunu müvəqqəti deaktiv eləmək üçün klaviaturada W-nu basmaq lazımdır ya da aşağıda toolbarın aşağısındakı bu iki pəncərə arasında gedib gəlmək lazımdır ki, belə deyək, iş prosesindən preview rejiminə, yəni ki, görüntü prosesinə keçmiş olaq və artıq o köməkçi bələdçi xəttləri yığışdırandan sonra görürük ki, bəli, doğrudan da bizim bütün səhifələrdə, səhifə yuxarısında, səhifənin yuxarı hissəsində bu iki xətt yerləşmiş olub. Yaxşı, səhifə nömrəsini bura necə qoymaq lazımdır? W-nu təkrar basıram. Yaxınlaşdıraq, ümumiyyətlə dizayn prosesini biz adətən nadir hallarda belə uzaqdan eləyirik. Sadəcə proses uzaqdan belə sanki quş baxışından görünsün deyə biraz uzaqdan işləyirik, amma dizayn prosesi bir səliqəli, bir yəni ideal, nizamlı şəkildə baş verən bir prosesdir. Ona görə biz bunu uzaqdan deyil də çox vaxt yaxından reallaşdırmalıyıq. Götürürük type tool'u. Niyə type tool'u götürürəm? T hərfini basmaqla yeri gəlmişkən. Çünki bir rəqəm yazırıqsa bu bir tipoqrafik elementdir. Mətnlə işlənilməsi bir elementdir. Ona görə götürürəm type tool'u. Və əgər Illustrator və Photoshopda bizdə type tool'u götürüb bir dəfə tıklayıb point rejimində, yəni nöqtə rejimində mətn daxil edə bilirdiksə, InDesign'da onlardan fərqli olaraq bu rejim yoxdur. Yəni tıklasam da heç bir şey baş verməyəcək. Mütləq bir paragraf bloku çəkmək lazımdır ki, InDesign bilsin ki, bu mətni hansı çərçivənin içinə yazmaq lazımdır. Səhifə nömrəsində isə artıq yəni ağlınıza bir sual gələ bilər ki, yaxşı, necə eləyək ki, hər səhifənin nömrəsi uyğun olaraq həmin səhifədə əks olunsun. Yəni oturub mən bura 1-2-3 yazası deyirəm ki. Bunun özünün də bir hotkey var. Menyudan da birazdan həmin hissəni göstərərik. Shift, Ctrl, Alt və N bastığımız anda daxil etdiyimiz bu, təsvir etdiyimiz, çəkdiyimiz bu paragraf blokunun içinə A deyə bir hərf yazılır. Yəni halbuki biz A istəmirdik, amma A-nın nə olduğunu indi sizə göstərəcəm. Hələlik ki, selection tool'u götürüb biraz uzaqlaşaq və qıraqda tıklayaq. Bizim mətnimiz sol tərəfə düşüb, paragraf blokunun sol yuxarı küncünə düşüb. Əvvəla bunu səliqəyə salaq. Gəlin bu paragraf blokunu biz təyin eləyək, tutaq ki, xəttdən. Əla. Yəni biz təxminən düz bunun ortasına mətni gətirmək istəyirik. O zaman vertikal olaraq şaquli istiqamətdə bu paragraf blokunun içində bu yazı birinci hələ aşağı doğru gəlməlidir. Bunun üçün bizə Control paneldə Option barda olan bu 4 icon lazım gələcək. Hal-hazırda Align Top aktiv olduğuna görə mətn paragraf blokunun içində topdadır, yuxarıdadır. Ortaya gətirməliyəm, ona görə ikinci ikonkanı tıkladım. Dank, düşdü bura. Bəs yaxşı, mətni mən ortaya, üfüqi istiqamətdə ortaya gətirmək istəyirəmsə, Type tool'u götürək, avtomatik mətnlə işləmə rejiminə keçirik və əslində InDesign'da bu option bar, bu control panel digər iki proqrama baxanda daha necə deyək, daha yəni faydalıdır. Özlərinə daha çox funksiya götürür. Və bir type tool'u götürdüyümüz anda görürsüz, en qədər bol seçim imkanı verir, mətni tənzimləmə imkanı verir. Onlardan da biri mətni ortaya align eləmək. Daha doğrusu mətni nizamlamaq, yəni hal-hazırda soldadır mətn, bunu ortaya align eləyə bilərik. Nə baş verdi? Bizim paragraf blokunun içində şaquli istiqamətdə, yəni vertikal istiqamətdə mətn yuxarıdaydı, o indi ortaya gəldi. Type tool'u götürüb də mətni ümumiyyətlə üfüqi istiqamətdə yazanda əvvəl solda yazmışdıqsa, indi gəldi düşdü ortaya. Və bunu alandan sonra, bu görüntünü alandan sonra yenə də bu mətn blokunu götürdük. Hələ ki heç bir şey basmıram. Hərəkət elətdirdiyim anda Shift-lə Option-u basıb saxlayıram. Yenə də Option dedik. Shift-lə Alt-ı və lazım olan yerə daşıdım. Birinci mausu, sonra da Shift-lə Alt-ı buraxıram. Yaxşı, niyə A və bu A nədir? Ümumiyyətlə birinci gedək səhifələrə baxaq görək, bu özünü necə göstərir. W-nu basaq və doğrudan da görə bilərik ki, bizim parent page-də A kimi gördüyümüz simvollar daxili səhifələrdə scroll eləyə aşağı hər səhifənin müvafiq səhifə nömrəsi ilə əvəzlənib. A-ya gəldikdə isə biz bir neçə nəzəri cəhətdən sonsuz parent page, yəni şablon səhifələrlə işləyə bilərik. Bunlar da cari olaraq biri digərindən əlifba sırası ilə fərqlənir. A, B, C deyə hər növbəti parent page adlanacaq. Cari yeganə hələlik ki, ilk tək səhifəmiz, master səhifəmiz, parent səhifəmiz bizdə
A kodu iləndir. Ona görə hər səhifənin də fikir versəz, yuxarı künclərində, yuxarı sol və sağ künclərində A hərfi yazılıb. Bu deməkdir ki, bu səhifələrə hal-hazırda A parent, A parent şablonu tətbiq olunubdur. Ona görə biz A-nın içində, A master'ın, A parent'in içərisində bu səhifə nömrəsini daxil edəndə avtomatik həmin parent page-in, yəni belə deyək, unikal kodunu bura InDesign yerləşdirir. Səhifəyə gəldikdə isə sadəcə həmin səhifənin nömrəsi. 2 nömrəli səhifə 2 düşdü bura. 8 nömrəli səhifə 8 düşdü bura. Parent page-də bunu biz necə eləmişdik, bir daha onu xatırladaq. Çünki əksəriyyətinin sonradan bu yaddan çıxır. Bunu yığışdırırıq. Type tool-u götürdük, bir paragraf çəkdik. Bunu istənilən yerə qoya bilərik. Yəni mütləq buradakı boşluqda olmalı deyə bir şey yoxdur. Məsələn, bura çəkək. Hal-hazırda mətn bloku aktivdir. Yəni nə istəsə yaza bilərik bura. Amma bizə isə lazımdır ki, hər səhifənin nömrəsi ora düşsün. Menyudan type-a daxil olsaq, insert special character, markers və current page number. Cari səhifənin nömrəsi. Ctrl Alt Shift N. A hərfi olacaq. Bu parent adı daxili səhifəyə getdikdə isə həmin səhifənin nömrəsidir. Demək ki, parent page-in rolu bizdə nədən ibarət oldu? Əgər səhifələrdə, daxili səhifələrdə təkrarlanan content varsa, bu bir dekorativ element ola bilər, səhifə nömrəsi ola bilər. Bəzən, yəni hansısa statik mətn də ola bilər. Yəni bunu silək. Tutaq ki, kitabın adı təkrarlanacaq. Götürürsünüz, kitabın adını buraya yazırsınız. Yəni kitabın adı olsun Tipografika. Tutaq ki, əla mətni yenə də eyni qaydada type tool-u götürək, mərkəzə align eləyək, V hərfini seçək, vertikal olaraq mətni aşağı, daha doğrusu ortaya align eləyək və yerləşdirək bura. Uzaqlaşdırıb baxırıq, səhifə daxili səhifələrə getdikdə isə sol tərəfdə bütün səhifələrdə tipografika sözünün təkrarlanmağını görəcəksiniz. Sağ tərəfdə isə hər səhifənin öz nömrəsini. Master page-in ya da hələ də dilimiz öyrəşib master page demək, parent page-in, valideyn səhifənin InDesign-da rolu bu. Təbii ki, biz burada daha mürəkkəb struktur qura bilərik. Bir neçə dənə parent page yarada bilərik, hansı ki, bunlar bir-birindən müəyyən qədər fərqlənəcəklər. Ola bilər ki, bu parent page ilə bağlı əslində bu dərin mövzudur. Bu dərin mövzuların mahiyyətini irəlidəki dərslərimizdə müzakirə eləyək. Parent page ilə bağlı hələlik ki, bilməli olduğumuz bu. InDesign-da, yəni mənə görə soruşsanız ki, yeni başlayanların ən çətin qavradığı mövzu nədir? Belə sadə görünsə də əslində bu mövzudur. Yəni əgər bunun mahiyyətindən başa düşəcəksinizsə ki, bunun üçün məşq eləmək lazımdır. Bundan sonra InDesign-da sizə çətin InDesign-da, yəni mənə görə soruşsanız ki, yeni başlayanların ən çətin qavradığı mövzu nədir? Belə sadə görünsə də əslində bu mövzudur. Yəni əgər bunun mahiyyətindən başa düşəcəksinizsə ki, bunun üçün məşq eləmək lazımdır. Bundan sonra InDesign-da sizə çətin gələcək hansısa bir mövzu yoxdur. Ona görə də məşq eləyin, parent page-i həzm eləyin. Ondan sonra daha asan mövzularda görüşərik. Növbəti dərsdə görüşənə qədər.